Avropanın iqlimi, burada deyir ki, Avropanın iqlimi deyil, ümumiyyətlə deyir ki, çox girintili və sıxıntılı olduğu üçün bu onun iqliminə birbaşa təsir edəcəkdir. Necə təsir edir? Burada görür ki, çoxlu girintili sıxıntılı deyilənə baş düşür. Çoxlu, yəni yarımada, adalar, körfəzlər var deyə burada sular materikin içəri hissəsinə daha çox daxil ola bilir. Və bu da su içəri daxil olursa biz bilirik ki, suyun istilik tutumu daha çoxdur deyə burada iqlimi mülayim edəcəkdir. Yəni qoymayacaq ki, hava kəskin şəkildə soyusun. Yəni bir qədər qış aylarında daha iqlim mülayim keçəcəkdir. Ümumilikdə hansı iqlim quşaqlarda yerləşir? Bayaq da saydıq. Cənubi subtropikdir. Özdə hansı tipidir deyici bura? Deyin görək. Nə tipidir bura? Aralıq dənizi. Sonra gəlir mülayimin. Mülayim hansı tiplərdə əsasən? Bu dəniz tipi. Sonra mülayimin eləcə kontinental sayılır. Yuxarısı isə nədir? Ucqar şimal nöqtəsi subarktik. Bir də adalar deyəcək. Bu isə arktik iqlim quşağında yerləşir. Sonra burada iqliminə təsir edən iki dənə cəryanları verildi ki, bu isti cəryanlar olacaqdır. Bunlar hansıdır? Şimali Atlantika, bir də Norveç isti cəryanıdır ki, bunun iqliminə xeyli təsir edəcəkdir. Necə təsir edir? Daha çox yağıntı düşməsinə səbəb olur. Bir də ki, qışın mülayim keçməsinə səbəb olacaqdır. Əgər soyuq cəryanlar keçsəydi, bura tamamilə quraq olardı və qışda daha soyuq, daha sərt keçə bilərdi. Demək, burada deyin görə indi hansı daimi külək buranın iqliminə daha çox təsir edə bilər? Hansı daimi külək? Qərb küləkləridir. Qərb küləkləri bilirik ki, tropik enliklərdən başlayır. Hansı tərəfə doğru əsir? Elə ki, 30-dan başlayır, 60-a doğru əsəcəkdir və bu da istiqamət də necədir? Buradan Atlantik okeanına başlayır, üzü bu yana doğru əsir deyə. Yəni, burada Atlantik okeanda olan rütubəti özü ilə bərabər gətirəcək Avropanın sahilləridir. Və beləliklə də bu Avropanın sahil boyu əraziləri daha çox yağıntı düşəcəkdir. Burada iqlim xəritəsində də verilibdir. Hansı ki, bu tərəflər nədir? Daha çox yağıntılıdır, daha tünd mavi rəngdədir. Səbəb nədir? Bu tərəfdə qərb küləkləri bol miqdarda orada yağıntı gəlir. Yerində deyici ki, burada cəryanlarda bol yağıntı düşməsinə səbəb olur. Amma bu tərəfə doğru getdikcə görür ki, rənglər tamamilə açılır, yəni açıq mavi rəngdə verilibdir. Bir üstə iqlim də tip olaraq, məsələn, bura mülayim dəniz deyildi, bura amma mülayim kontinentaldır. Mülayim dəniz bilir ki, daha rütbəli, amma kontinentalda get-gedə yağışlar azalır. Yenə səbəb nədir? Artıq okeandan uzaqlaşır deyə artıq qərb küləklərinin gətirdiyi o buludlar yağışlarını əsasən sahil boyu əraziyə salacaq. Artıq bu tərəfə doğru getdikcə artıq okeana uzaqlaşır deyə quraqlıq tadı arta bilər. Sonra bunun dedik ki, cənub tərəfi subtropikdir, elə bundan ardıcıl olaraq gedir. Cənub tərəfi subtropik Aralıq dənizi tipidir deyə. Bu hissədə yerləşən ərazilərdə hansı aylarda yağıntı düşürdü demişdik, hansı fəsildə düşürdü Aralıq dənizində? Fəsil hansı idi? Bəli, qış fəsilində. Qış fəsilində yağıntı daha çox düşür. Hansı aylarda qış fəsil şimalda? Dekabr, yanvar, fevral. Məsələn, burada İtaliyadır, Portuqaliyadır, İspaniyadır, Yunanistandır, bu ölkələr deyə bilər, Fransanın cənubudur. Bir üstə yarımadalar desə, Pirineydir, Apenindir, Balkandır, bu da adalardan Siciliya, Korsika, Sardiniya, Kipr, Krit adalarını qeyd edə bilər ki, bunlar Avropada yerləşir və nədir? Aralıq dənizi iqlim tipinə uyğun gələcəkdir. Burada deyəcək ki, hansı meyvəçilik inkişaf edibdir. Bu cümlə düşmüşdür qəbulada. Üzüm yığımına görə dünyada deyəcək İtaliya birinci yerdədir. Zeytun yığımına görə isə dünyada İspaniya birinci yerdə olacaq. Yəni burada zeytundur, üzümdür. Plus da deyəcək sitrus meyvəçiliyi xüsusən burada inkişaf edir. Yəni portağaldır, limondur, narıncıdır. Bu tipli bitkilər burada xeyli əkiləcəkdir. Burada indi bu hissəyə diqqət yetirək. Deməli, suvarma əkinçiliyidir. Deyək ki, yay aylarında suvarma işləri aparılır. Bu nə deməkdir və niyə belə olur? Burada, məsələn, çaylar nə vaxt bol sulu olur desək, hansı fəsli deməliyik? Nə vaxt çaylar bol sulu olur, buradakı çaylar? Nə vaxt? Yox, buranın dedik, Aralıq dənizində, Aralıq dənizində qış fəsli yağıntı düşür. Burada çayın səviyyəsi nə vaxt yuxarı qalxacaqdır? Qış aylardır. Yay aylarında yağıntı gəlmir, çünki tropik hava gəlir deyə bu quraqlıq yaradacaq. Yayda çayların səviyyəsi bir qədər aşağı düşə bilər. Amma suvarmada nə vaxt istifadə olunur çaylar? Bu yağış yağmayan dövrü götürəcəkdir ki, çünki yağış yağsaydı, əkinçilikdə elə yağış əşkimizi özü suvaracaqdır. Suvarma deyəndə burada nə nəzərdə tutulur? Süni suvarma nəzərdə tutulur. Yəni çaydan, kanaldan su çəkilir və ərazilər suvarır. Bu nə sayılır? Suvarma əkinçiliyi sayılır. Və burada da qış aylarında yağış düşür. Amma əkinçilik nə vaxt aparılır? Yayda aparılır. Yayda isə burada dedik ki, tropik gəlir deyə quraq olacaq. Yəni burada yay aylarında yağışlar yağmır. Məcbur olaraq ərazini nə ilə suvarırlar? Çaylardan suvarmada istifadə edirlər.
Yəni çaylar yayda su varmada istifadə olunur. Amma nə vaxt bol su olur deyə sual versələr, qışda bol su olur deyəcək. Sonra bunları dedik. İndi keçək mülayim iqlim qurşağı. Mülayim iqlim qurşağı iki tipində yerləşir, mülayim dəniz və mülayim kontinental. Mülayim dənizdə həm isti cərəyanlar təsiri nəticəsində həm okeana yaxındır deyə qərb küləkləri də bura rütubət gətirdi. Buranın qışında iqlim diaqramı keçəndə demişik ki, mənfiyə düşməyəcəkdir, sıfıra qədər düşəcəkdir. Yəni buranın qışı necə olur? Sərt keçmir, mülayim keçəcəkdir. Yay isə çox da isti keçmir, 20 dərəcə, 17 dərəcəyə qədər qalxır iqlim diaqramı. Yay isə deyildi ki, nədir? Sərin keçəcəkdir. Burada hansı əraziləri yadımıza salaq? İrlandiyadır, Böyük Britaniyadır, Skandinav dağların qərb tərəfləridir, Skandinav yarımadasının elə qərb tərəfidir. Burada Jutlandiya yarımadası, yəni Danimarkadır, sonra Fransanın qərb tərəfləridir, Belçika, burada Niderland. Bu ölkələr yəni mülayim dəniz tipinə düşür. Amma şərqə doğru getdikcə artıq mülayim nəyi olurdu? Kontinental olurdu və burada artıq kontinentallaşma artırsa, quraqlıq da artacaq deməkdir. Quraqlıq artdığına görə havada su buxarı azalır deyə demək temperatur artıq çox aşağıda düşə bilər, çox yuxarıda qalxa bilər. Nəticədə burada qış aylarında temperatur mənfiyə düşür, amma çox mənfiyə aparmırdıq demişdik. Uzaqbaşı mənfi 10-a qədər düşəcəkdir. Kəskin kontinentalın bunun əsas fərqi odur ki, bu çox aşağı düşür və çox yuxarı qalxır. Bu isə bir qədər mənfiyə düşür, amma çox aşağı salmayacaq, yəni bir sözlə. Burada indi hansı düzənliklər yerləşir mülayim kontinentalında? Burada Almaniya, Polşa ovalını deyə bilərik. Şərqi Avropa düzənliyi ki, bunlar mülayimin kontinentalına uyğun gəlir. Burada indi nələr əkiləcəkdir? Buranın meyvəçiliyini desək, bitki baxımından burada əsas kartof əkilir, daha sonra taxıl deyici, məsələn, Ukrayna, Polşa, Rusiyadır. Bu hissələrdə taxıl əkilə bilər. Bir də kartof, bir də ən əsas buranın öz bitkisi var, kətan deyici. Kətanı yadda saxlayın. Bir də şəkər çuğunduru da onun kimi. Şəkər çuğunduru həm subtropikdə, həm də ki, mülayimin kontinentalında yetişə bilir. Şəkər qamışama demişdik, haradaydı? Sub-ekvatorialdadır. Burada nəyi götürəcək? Şəkər çuğundurunu qeyd edirik. Bir də kətan. Qaldı nə? Subarktik iqlim qurşağı. Subarktik iqlim qurşağında bura bilir ki, yayda mülayim gəlir, qışda arktik gəlir. Qışda daha soyuq sərt keçəcəkdir. Yay isə 10 dərəcəyə qədər iqlim diaqramında demişik, temperatur qalxa bilər. Qışının soyuq, yay isə bir qədər sərin keçməsinə səbəb olacaqdır. Çox az bir ərazini əhatə edir və bir dənə yer olaraq sorsa, məsələn, burada North Kimberley əsasən sorsa, Skandinav yarımadasının şimalı, Kola yarımadası şimalı bu tipli ərazilər düşə bilər. Subarktikə düşür. Bir də İslandiya adası, mütləq yadda saxlayın, İslandiya adası subarktikə uyğun gəlir. Burada hava soyuq keçdiyi üçün deyici kənd təsərrüfatında cəmi 2-8% istifadə olunacaqdır. Burada kənd təsərrüfatı hansı sahəsi inkişaf edəcəkdir? Burada əkin biçin demək olar ki, olmayacaqdır. Çünki hava soyuq olanda əkinçi inkişaf etmir. Burada heyvandarlıq əsasən inkişaf edəcəkdir. O da hansı heyvandarlıqdır? Deyəcək xəzdəri heyvandarlığı, ovçuluq məsələn orada inkişaf edə bilər. Bir də maralçılığı xüsusən qeyd etməliyik. Marallardan buradan nəqliyyat vasitəsi kimi istifadə edirlər. Bəzən sürüylə də saxlayırlar o maralları. Bir də ən əsası o şuba falan düzəltməyə istifadə olunan heyvanları saxlayırlar ki, buna da xəzdəri heyvandarlığı deyilir. Yəni subarktik iqlim qurşağı bu. Bir də ucqar nöqtələrini bir dəfə də deyək, hansılar oldu. Şimal ucqar nöqtəsi, adı nə idi? North Kin. Hansı iqlim qurşağında yerləşir? Subarktik. Cənub və qərbi. Cənubda nə idi adı? Mərəkeş, subtropikdədir. Qərbdə Rokadır, yenə subtropik Aral dənizi. Burada deyildi ki, ucqar şərqi nöqtəsinin adı nə idi? Yadınızdaydı? Nə idi? Ural dağları şimal şərqidir və bu da, bunu yadda saxlayın, iqlim qurşağı olaraq subarktik iqlim qurşağına düşür. Bunu yadda saxlayın. Bu bir qədər yeri burada müəmmalıdır ki, ha tərəfdədir. Bu deyim, yadda saxlayın, subarktik iqlim qurşağına uyğun gəlir. Arktikdə isə burada yalnız adalarını qeyd edəcəyik. Materikin özü düşmür, adalar düşəcəkdir. Spitsbergen adasını deyə bilər, Franz Josef adasını qeyd edə bilərik. Bunlar, yəni bir Grenlandiya adasını deyə bilər ki, bu hissələr Arktik iqlim qurşağına uyğun gəlir. İndi Asiyaya baxaq. Deməli, Asiyanın iqlimindən nələr təsir edəcəkdir? Bunun həm relyefi təsir edir, həm küləklər təsir edəcəkdir, yəni bir neçə amil təsir edir. Bir də deyici ki, sahə baxımından ən böyük qitədir deyə, deyici ki, bu bütün iqlim qurşaqlarında yerləşir.
Baxırıq ki, doğrudan da ekvatorialda başlayır, Arktikdə də bitir. Şimal yarımkürəsində olan bütün iqlim qurşaqlarına burada rast gəlir. Səbəb nədir desək, deyirik ki, şimaldan cənuba doğru, qitənin şimaldan cənuba doğru geniş məsafədə uzanması onun bütün iqlim qurşaqlarında, şimal yarımkürəsində olan bütün iqlim qurşaqlarında yerləşməsinə səbəb olur. Doğrudan da ucqar cənub nöqtəsi pi ayqırını bilir ki, hara düşür? Ekvatorialdır. Ucqar şimal nöqtəsi burada nə idi? Selyus gün Arktikə düşür. Ucqar şərq nöqtəsi Dejnyovdur, bu subarktika düşür. Ucqar qərb nöqtəsinin adı nə idi? Bababurnu idi, bəli. Bu hansına düşürdü? Türkiyə deyir ki, subtropik Aralıq dənizinə uyğun gəlir. Demək, başlayaq birinci nə ilə verəm ekvatorialda. Ekvatorialda burada adaları düşür, bir də bu yarımada nə idi? Malakka yarımadasıdır. Malakka yarımadası məhz bu iqlim qurşağına uyğun gəlir. Burada bilir ki, il boyu bol miqdarda yağıntı düşürdü və yəni yağıntılar da Plusda demiş ki, bərabər paylanır. Buranın təbii bitkisi var. Burada təbii kauçuk, digər adının heveya deyilir ki, məhz burada Indoneziya, Malayziya kimi ölkələrdə yetişir. Təbii kauçuk əmələ gəlir burada heveya arasında. Sonra subarktikdə deyirlər, subarktik burada yaranmasının səbəbi nə idi? Əsas səbəb burada demişdik. Hansı küləklər təsir edirdi buna? Musson küləkləri təsir edirdi. Cənubda musson küləkləri əsdikcə bura bol miqdarda yay aylarında yağıntı gətirir. Baxmayın ki, burada tropik xətti keçir. Hər yer tropik xətti keçən yer tropik iqlim qurşağıdır. Amma burada subekvatorial yaranırdı. Çünki burada subekvatorial iqlimin hava şəraiti müşahidə olunur. Yəni yayda yağıntı gəlir, subekvatorialda da belə idi. Bunun səbəbi musson küləklərdir. Burada ən çox yağıntı düşən, Asiyanın ən çox yağıntı düşən məntəqəsi yerləşəcəkdir. Bunun adı nədir? Serra Punza məntəqəsidir ki, burada ən çox yağıntı düşən məntəqə sayılır. Asiya üçün ən çox yağıntı düşən məntəqədir, amma bu məntəqə dünyada ikinci yerdədir. Çünki il ərzində düşən yağıntı miqdarına görə birinci yer hara idi? Bunu əvvəldə bilirdik, Havay adaları. Demişik 365 günü, 335 günü yağıntılı keçirdi. Bu Serrapunza da amma bir şey deyici, nəyə görə dünyada birinci yerdədir? Hansı statistikaya görə? İl ərzində ümumiyyətlə, mütləq maksimum yağıntı, yəni bu günə qədər ən çox yağış yağmış məntəqə hansıdır? O Serrapunza məntəqəsi sayılır. Deməli, İndi onun səbəbi nədir? Niyə məhz bura çox yağış düşür? Asiyanın deyirik ki, bir çox amil təsir edirdi. Bir külək olacaqdır. Musson küləkləri burada yağıntı gətirir. Bir usta musson küləkləri o tərəf keçməsinə icazə vermir. Burada nə var? Dağlar var. Himalay dağları o buludlara icazə vermir ki, o tərəf keçsin. Hamısı burada yığılır buludlar və yağışlar da həmin o Hindistanda olan Serrapunza məntəqəsindən çox düşür. Yəni bu gördük ki, yağıntının ora düşməsinə səbəb nə oldu? Həm küləklər, musson küləkləri, həm də ki, relief təsir edir. Sonra bu musson küləkləri yəni təkcə bura yox, eyni zamanda Asiyanın şərq tərəfinə, Yaponiya, Koreya, Çin, Rusiya hissələri, cənub-şərq tərəfi, Malayziya, Vyetnam və s. kimi ölkələrdə yenə burada təsir edəcəkdir bu musson küləkləri. Burada da belə bir cümlə var ki, buranın iqliminə daimi küləklərdən çox mövsümi küləklər təsir edir. Buranın iqliminə deyil, daimi küləklər deyil, mövsümi küləklər daha çox təsir edəcəkdir. Asiyaya yəni bu mövsümi küləklər daha çox təsir edir. Amma daimi küləklərdən burada nə təsir edə bilər? Baxırıq ki, enliklərlə tuta bilər. Enliklərlə burada 30-0 arası passa bu istiqamətlərdə əsir. Məsələn, bu hissəyə passa küləkləri təsir edir. Sonra bir də bu tərəfdə şimal-şərq küləkləri, yəni qütb küləkləri buraya təsir edir. Qərb küləklərinin burada təsiri bir qədər az olacaqdır. Yəni təsir edir, əsir əlbəttə ki, amma quru üzərinə gəldiyi üçün bu rütubət gətirə bilmir, yağıntı gətirə bilmir. Avropada yağış gətirirdi, amma bu tərəf gələndə artıq Atlantik okeanın rütubəti azalır. Burada həm də demişik, hansı dağlar qoymurdu? Ural dağları, bəli, o rütubətin o tərəfə, qərb küləklərin gətirdiyi rütubətin o tərəfə keçməsinə imkan verilirdi. Demək, subekvatorial dedik, sonra gəlirik burada tropik deyək. Bu Cənub-Qərbi Asiyada, yəni Ərəbistan tərəfi nəzərdə tutulur. Burada tropik iqlim qurşağına düşür. Tropik özü hansı tipidir? Burada yalnız səhra tipinə rast gələ bilər. Burada bilirik ki, hansı səhralar var idi? Rubel Xali, Böyük Naxud, Kiçik Naxud kimi səhralar var idi. Sonra burada subtropikal hansı tipləri var? Asiyada baxırıq ki, burada Türkiyə tərəf, Azərbaycan tərəf Aralıq dənizi tipinə düşür. Orta hissəsi dedik ki, bura nə idi? Kontinental idi. Amma şərq tərəfi artıq nə sayılır burada? Subtropikal musson tipi sayılır. Demək, Aralıq dənizində bir ki, qış aylarda yağıntı düşürdü. Türkiyədə, Azərbaycanda dedik ki, bu hissələr Aralıq dənizi tipidir. Qış aylarda yağıntı düşür. Burada da yenə Aralıq dənizində burada nə dedirsə, eyni şeydə olur. Sitrus meyvəçilik və s. inkişaf edə bilər.
Mərkəzi hissəsi kontinentaldır. Burada yağışlar az düşəcəkdir və kontinentalda temperatur mənfiyə düşə bilir. İqlim diaqramında bunda diqqət edin. Aralıq dənizinə oxşur diaqramı, amma bir dənə fərqi odur ki, bu mənfiyə düşür. Bu hissə yox. Sonra şərq-qərbə gələndə isə artıq nədir burada? Mussondur. Mussonda bilirdik ki, hansı fəsildə yağış düşür? Yay aylarında yağış düşəcəkdir. Burada Böyük Çin ovalığıdır, Kore yarımadasının cənubudur, Yaponiya adalarının cənub tərəfidir ki, bunlar yay aylarında burada bol miqdarda yağmur düşə bilir. Sonra demək kontinentala baxaq. Mülayim kontinentalı, burada daha çox kəskin kontinentalı olacaqdır. Mülayim kəskin kontinentalı, burada soyuqluq qütbü olan adalar yazıb Oymyakon və Verkhoyanski məhz burada yerləşəcəkdir, Asiyada yerləşir. Burada niyə soyuq olurdu, kəskin şəkildə, niyə temperatur mənfiyə düşürdü? Dedik ki, okeanlardan ən uzaqda qalan yerlərdir deyə bu hissədə rütubət havada çox az olur və nəticədə temperatur istini saxlaya bilmir, hava istini saxlaya bilmir. Hava o qədər quraqdır ki, su buxarı olmadığına görə istilik qalmır. Temperatur kəskin şəkildə qış aylarında mənfiyə düşür, yayda isə kəskin şəkildə yuxarıya doğru qalxır. Və nəticədə bu mənfiyə düşənlərdə belə düşmür, 72 görür ki, -68-ə qədər temperatur düşə bilir. Bu şimal yarımkürəsinin soyuqluq qütbü hesab olunur. Burada baxaq daimi donuşluq nədir? Bu testdə bir dəfə var idi. Onun adını, nə olduğunu indi keçəcəklər. Daimi donuşluq deyir ki, burada qış aylarında yağıntı çox az olur və demək olar ki, yox dərəcəsində olur. Və nəticədə burada qar düşür qış aylarında və nəzik qar örtüyü olacaqdır. Nəzik qar örtüyü olduğuna görə bu hava ilə torpaq birbaşa əlaqədə olur və nəticədə də nə olur? Torpağın donmasına səbəb olur. Əgər qalın qar örtüyü olsaydı, hava ilə torpağın əlaqəsi kəsiləcəkdi. Elə bir ki, qar yorğan rol oynayasıydı və torpağı donmağa imkan verməyəcəkdi. Amma burada nəzik qar örtüyü olduğuna görə və hava da kəskin soyuq olduğuna görə torpaq dibinə qədər xeyli dona bilir. Yəni bir neçə metr dərinliklərinə qədər torpaq sümük kimi, yəni donmuş vəziyyətdə olur. Və bu da orada əkin aparmaq mümkünsüz edir. Yəni qazıntı işləri demək olar ki, aparmaq olmur. Hətta demişdik, insan belə öləndə orada 2-3 gün qazırlar ki, o insanı ora basıra bilər. Yəni qazıntı işləri həddən artıq bu daimi donuşluq zonasında çətin olur. Hətta evlərdə tikəndə bizim kimi bünövrələrlə tikmirlər. Orada yerə payalar, taxtalar çalırlar və onun üzərində evlər tikilir. Və bu da qlobal istiləşmə bilir ki, olur. Qlobal istiləşmə olduqca bu buzlaqlar açılır. Yəni buzlaq deyəndə daimi donuşluq yerlər açılır. Orada olan mikroorqanizmlər artmağa başlayır. Plus da bataqlıqlaşmış zonaya çevrilir və torpaq belədirsə buzdan ayrıldıqca bataqlıqlaşır həm yerlər, orada da ağcaqanadlar çoxalır və bu da müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Yəni bu daimi donuşluğun buzdan azad olması heç də yaxşı bir hal deyil. Sonra demək, tropik iqlim qurşağı demişdik ki, burada tam qurşaq əmələ gətirə bilmir. Burada hara qədər davam edirdi? Burada səhra vardı. Nə səhræsi demişdik? Tar səhrasinə qədər davam edir. Ondan o tərəfə artıq subekvator iqlim qurşağı ticarət edir. Subtropik bu kontinentalda, Aralıq dənizində balıqçılıqdır. Yəni bizdə nə olursa hamısını deyə bilərik. Qoyunçuluq, meyvəçilik, tərəvəzçilik hamısı yetişə bilir. Bu da Türkmənistan, Azərbaycan, Türkiyə, Özbəkistan kimi ölkələr buna qeyd edə bilər. Qaldığına, deməli, şimal tərəfi isə subarktik iqlim qurşağıdır. Subarktiklər yenə Avropada kimi kənd təsərrüfatında inkişaf etməyəcəkdir. Yenə xərcləri, heyvandarlığı, maralçılıq və s. bu inkişaf edərlər uzaqlaşır. Və burada da yenə çox ərazinə əhatə etmir. Burada Avropa ilə Asiyanın bir şey fərqindəyir. Bunun ucqar nöqtəsi nədə bitmişdir? Subarktikdə bitirdi. Amma bunun ucqar nöqtəsi baxır ki, Arktikdə bitəcək. Bu fərqləri başa düşür. Bunu belə deyəcək ki, bunun yalnız yarımadası subarktikdə yerləşəcəkdir və bütün adaları Arktikdədir. Bunun isə bütün yarımadaları deyəcək ki, nədə olur? Arktika uyğun gəlir. Bir dənə Skot yarımadası subarktika uyğun gəlir. Bunun bütün adaları və şimaldakı bütün yarımadaları hamısı Arktik iqlim qurşağına uyğun gəlir. Bunu elə ucqar şimal nöqtəsində bayaq dedik, Çelyuskin Arktik iqlim qurşağıdır, amma şərqi nə idi? Subarktik idi. Bu Dejnev buyruğu sayılır. Qaldı Şimali Amerika. Şimali Amerikaya baxaq. Şimali Amerikanın iqliminə ən çox nə təsir edəcəkdir?
Burada deyirik ki, bunun iqliminə daha çox relyefi təsir edəcək. Bu necə təsir edir? Relyef baxımında deyilir, yəni bunun dağları, Kordilyer dağları bunun iqliminə birbaşa təsir edir. Çünki buradan bilirik ki, nə gəlir, hansı küləklər əsir? Qərb küləkləri əsir. Bəli, qərb küləklər buraya bol miqdarda sakit okeana yağıntı gətirə bilərdi. Amma bu qərb küləklərinin qarşısını kəsən burada Kordilyer dağları var və burada qarşısını kəsir. Bu iqlim xəritəsindən görür ki, bu isə tünd mavi rəng olması səbəb olur, yəni ora yağışın daha çox düşdüyünü göstərir. Əlbəttə ki, bu hissədə məsələn Vancouver adası Şimali Amerikada ən çox yağıntı düşən məntəqə sayılacaqdır. Burada deməli Kordilyer dağları, yəni onun qarşısını kəsdiyi üçün yağıntılar əsasən Kordilyerin qərb tərəfinə düşəcəkdir. Sonra buranın da yenə cərəyanlar qeyd edəcək. Buranın iqliminə təsir edən cərəyanlar bayaqlar Avropada 2 dənə dedik. Şimali Atlantika və Norveç. Burada amma daha çox deyəcək. Gulf Stream cərəyanı əsasən yağıntı gətirir, isti cərəyandır deyə. Sonra Alyaska cərəyanı yenə isti cərəyan deyə buraya yağıntılar gətirə bilər və iqlimdə əlbəttə ki, mülayimləşir. Amma soyuq cərəyanlarda Kaliforniya buradan keçir və bu hissədə hansı iqlim tipi idi bilirik ki, səhra idi. Biz bilirik ki, tropik xəttin keçdiyi yerdə qərb tərəfdə soyuq cərəyan keçir və bir üstü burada nə yaranır? Səhra yaranır. Burada da elədir, məsələn, Afrikada sol tərəf, qərb tərəfi soyuq Bengal cərəyanı keçir və nədir? Namib, Kalakari səhraları yaranır. Bir də bu hissədə isə yuxarıda da deyəcək, Labrador soyuq cərəyanı keçir. Bu səhra yaratmasa da yenə yağıntının azalmasına səbəb olur və qışın da daha sərt keçməsinə, havaların yəni bir qədər soyuq olmasına səbəb olur. Burada təsir edən cərəyanlar bunlardır. Deməli, bu Asiyanı bayaq dedik ki, bütün iqlim qurşaqlarında yerləşir. Amma Şimali Amerikada bir dənəsi yoxdur, o da hansıdır? Ekvatorial yoxdur. Deyirik ki, Şimal yarımkürəsində ekvatorialdan başqa bütün iqlim qurşaqlarında yerləşir. Deməli, bunun ucqar cənub nöqtəsi hansı iqlim qurşağına düşür? Ekvatorial yoxdursa, bir dənə ona yuxarıdakı olan subekvatorialda bitəcəkdir. Mariana burnu cənubdan, cənub ucqar nöqtəsi Mariana burnu subekvatoriala düşür. Ucqar şimal nöqtəsi demişik, Metisondur, bu Arktikaya uyğun gəlir. Sonra gəlir şərq ucqar nöqtəsi burada St. Charles'dır, bu mülayimin dəniz tipidir. Ucqar qərb nöqtəsi, amma Uels şaxsədəsidir, bu subarktik iqlim qurşağına uyğun gəlir. Sonra bir də relyefin başqa necə təsir edəcəkdir. Burada bilirik ki, nələr əmələ gəlirdi Şimali Amerikada, ABŞ-da? Bəli, bilirik ki, küləklər keçəndə burada tornadolar demişdik. Bu tornadolar da yenə niyə yarana bilirdi? Yenə buna təsir edən relyef amili olacaqdır. Dedik ki, burada dağlar şimaldan cənuba doğrudur. Yəni, paralel istiqamətdə şərqdən qərbə deyil. Belə olsaydı tornadolar yaranmazdı. Məsələn, burada da tornado yarana bilərdi, amma Asiyada Himalay dağları buna imkan verir. Bu tərəfdən soyuq, buradan isti hava kütlələri toqquşsaydı tornado yaranırdı. Amma burada həmin onun qarşısını kəsən heç nə yoxdur. Bura hansı düzənlik idi? Mərkəzi düzənliklərdir. Mərkəzi düzənliklər açıqdır, düzən relyefdir. Cənubdan isti hava kütlələri gəlir, şimaldan soyuq arktik hava kütlələri gəlir. Bir-birlə toqquşur və bu hissədə tornadolar əmələ gəlir. Burada küləklərdən başqa nəyə təsir edəcəkdir? Mərkəzi Amerikaya, bu hissəyə passa küləklər təsir edə bilir. Burada dedik ki, qərb küləklər təsir edir. Bir də bu hissədə az miqdarda Atlantik sahili ovalıqdır, Appalaç dağlarının şərqidir. Bir qədər burada musson küləkləri də əsə bilirdi. İqlim qurşaqlarında deyəndə, burada dedik ki, subekvatorialdır. Sonra gəlir bu hissəsi şərq tərəfi tropikin dənizidir, Mərkəzi Amerikanı nəzərdə tuturuq. Bu qərb tərəfi amma nədir? Tropikin səhrasıdır. Sonra subtropikin burada 4 tipi olacaq. Yenə Aralıq dənizi qərb tərəfdədir. Mərkəzində subtropikin kontinentaldır, şərqində isə subtropikin mussonu yaranır. Mərkəzindəki o kontinental hara uyğun gəlir, Mississippi ovalığıdır, mərkəzi düzənliklərin cənub tərəfləridir, subtropikin kontinentalına uyğun gəlir. Amma şərq tərəfdə bu dedik ki, mussondur, musson hara uyğun gəlir, Atlantik sahili ovalıqdır, Appalaç dağlarının şərq ətəyidir. Bu düşə bilir, Appalaç dağlarının şərq ətəyinə daha çox yağışlar düşür. Səbəb nədir? Çünki musson küləkləri bura yağış gəlir. Amma Kordilyerin hansı tərəfinə yağışlar düşürdü? Gördük ki, bu iqlim xəritəsində bu belə verilir. Bunun daha çox qərb tərəfinə yağış düşür. Buna hansı külək təsir edir? Buna qərb küləkləri daha çox təsir edir. Bir də dərslikdə belə bir sual var. Deyir ki, Şimali Amerikada hansı istiqamətə doğru getdikcə yağıntıların miqdarı azalır. Buradan xəritəyə baxıb deyə bilərik. Burada daha yaxşı variant var idi, variantlar içərisində ki, mərkəzinə doğru, yəni okean sahilinə, mərkəzinə doğru getdikcə bu hissələrdən doğrudan görürük ki,
ortaya doğru geldikçe yağıntıların miqdarı azalır. Bəli, ən azından o tərəfdə bu Kaliforniya falan düşə bilər, amma ümumi qanun uyğunluq olaraq okeanların sahilindən sakit, Atlantikin sahilindən ortaya doğru gəldikcə yağıntılar xeyli azalır. Dedik,